Qardaş, valla düz deyir, xətrivə dəyməsin. Biraz maskulən ol. Maskulən. Güclü, belə deyim, çox seksual kişi belə parçalamaq istəyir də sizi. Çox incə-mincə, nərmə naziksən. Bu çox gülməlidir. Çünki məni kim görür deyir ki, Cavid sən nə boydasan? Mənim boyum 1.91-dir. Sən necə müşahidə eləmirsən? Bu çox maraqlıdır. Kişi biraz ötkəm nədir? Biraz sərt olmalıdır. Bax sizi zorlayırlar. Üçü birdən. Sən aşırı qeyri-ciddisən. Elə aşırı sözünü istifadə eləməyindən bilinir ki, sən bütün günü o cici-mici türk seriallarının qabağındasan. Nəysə, zarafatı qoyaq bir yana. Burada bilinir ki, sənin daxilində bir boşluq var, öz kişiliyinlə əlaqədar olan bir boşluq var və sən onu mənə proyeksiya eləyirsən, yəni əks etdirirsən. Öz güvənsizliyini qarşındakı insanlarda axtarırsan. Mənim şəxsən öz kişiliyimə heç bir şübhəm yoxdur, heç bir mənada. O ki, qaldı əsl kişilik mənasına. Mən belə başa düşürəm ki, kimsə babat səni vaxtında incidib, bəlkə də uşaq vaxtı bullyingə məruz qalmısan və bu günə qədər də sən hələ özünə nəyisə sübut eləməyə çalışırsan və düşünürsən ki, maskulin belə parçala məni məzahir olmaqla sən həyatda özünü kişi kimi sübut eləyəcəksən. Həyatda özünü kişi kimi sübut eləmək tamam başqa bir şeydir. Misal üçün, dünya liderlərinə baxsaq, sənin o cılız, nərmə, nazik dediklərin əksəriyyəti o fiqurdadırlar. Müxtəlif CEO-lara baxsaq, onların bədən quruluşunu görə bilərsiniz. Bunu da qeyd edim ki, hamının daxilində bir boşluq var, özgüvənsizlik olduğu nöqtəsi var. Mənim hal-hazırda özgüvənsiz olduğum nöqtə odur ki, hal-hazırda dünyada süni intellekt inqilabıdır da, yəni süni intellekt çox sürətli şəkildə inkişaf eləyir və mən onun ortasındayam. Mən onu necə istifadə edə bilərəm ki, həyatda iz qoyum, hansısa bir appmi yaradım, hansısa bir proqramı yaradım. Bunda mütləq bir iz qoymalıyam. Mən bunu düşünürəm özümə və nələrsə eləməyə çalışıram. Mənim düşüncə tərzim budur. Yoxsa TikTokda, Instagramda kimsə məni belə qaqa kimi tanısın deyə mənim özgüvənsizliyim ondan irəli gəlmir. Vaxtında mən də bullyingə uğramışam. Yəni Azərbaycanda düşünürəm ki, hər bir oğlan uşağı az yaşda bullyingə məruz qalır. Amma müəyyən bir yaşa çatandan sonra başa düşməlisən ki, sən artıq kimə xidmət edirsən? Öz daxili maraqlarına mı xidmət edirsən, yoxsa səni vaxtilə incidən o hozlara mı xidmət edirsən? Öz məqsədlərim var həyatda və mən onun arxasıca gedirəm və həm şəxsi həyatımda, həm karyeramda kifayət qədər uğurluyam və daha böyük məqsədlərə çatmağa çalışıram. TikTok sosial şəbəkəsində özümə kimisə hozu kimi göstərməyə yox, öz güvənsizliklərimi də başqalarına proyeksiya etmirəm.